Sükanınız getdiyiniz yerdə kilitlənə bilər ya yox? Bu suala cavab verəcəm bu videoda. Kilitləşmək deyəndə əslində bir çoxu səhv başa düşür. Biri var ki, kilitləşmə, bir də var ki, rulun ağırlaşmağı. Bəli, getdiyiniz yerdə rul ağırlaşa bilər. Amma kilitləşmə tamam başqa bir şeydir. Yəni bu videoda gördüyünüz kimi. Yəni belə deyək də, tutaq ki, avtomobili saxlamısınız və düşüb getmisiniz. Və gələndə zamoku açıb avtomobili xodlamaq istəyirsiniz, sükan kilitdən çıxmır. Bu təhlükəli bir şey deyil. Yəni bunu bir çox insanlara çatdırım ki, sadəcə indi məndə start stopdur. Zamokla olanlar zamoku çevirib sükanı azca sola və ya sağa, yəni çevirə-çevirə eləyirsiniz bağını. Yəni eyni anda, indi telefon əlimdə göstərə bilmirəm. Eyni vaxtda sükanı çevirərək zamoku da çevirib zamokdan çıxardırsınız. Bunu düzdür, bir çox adam bilir. İndi bilməyənlər üçün paylaşıram ki, sükanın kilitlənməyi budur və yerində olur çox vaxtı. Çox nadir hallarda olur ki, indi o da problemlə, zamok problemi ilə əlaqədar ola bilər ki, siz getdiyiniz yerdə olsun bu problem. O da çox təhlükəlidir. Həmin vaxtda yəni sürəti azaldıb, avarini yandırıb, saxlanıb mütləq ustaya getmək lazımdır. Rulun ağırlaşmağı isə, yəni bir çoxunun kilitləşmə dediyi ola bilər. Hər bir avtomobildə ola bilər. Elektronda da, gidravlikada. Yəni bu o deməkdir ki, məsəl üçün sizdə bu olmamışdan, rul ağırlaşmamışdan qabaqda zaten bir işarə olacaq. Yəni EPS-in işığı yanacaq monitor priborda və yaxud rul ağırlaşmamışdan qabaq ən azından nasos vızıldayır, məsələn gidravlika rulavoylarda. Yəni əgər gidrosilisinləndirsə rulavoy, rul ağırlaşa bilər, gidrosilisin işlək vəziyyətdə olmasa. Və bu təhlükəli bir şey deyil. Yenə də idarə biləcəksiniz. Yəni rulu sağa sola ağırlıqla, çətinliklə də olsa döndürə biləcəksiniz. Elektron sükan mexanizmində bundan da ağır olur, yəni sükan, yəni ağırlaşsa əgər, yəni işləməsə, EPS işlək vəziyyətdə olmasa, yenə də idarə edə biləcəksiniz. Düzdür, çox çətin idarə edə biləcəksiniz. Əsasən də trasta getdiyiniz yerdə, sürətlə getdiyiniz yerdə əgər EPS işığı yanarsa və rul ağırlaşarsa, bu təhlükəli bir vəziyyətdir. Onun üçün də ehtiyatlı olun. Qabaqcadan əgər işıq yanırsa, bir ustaya yaxınlaşıb yoxlatdırın.